Bu fitnələr baş verəndən sonra qardaşlar o bizim əvvəl təkfirçi dediyimizləri var, hansıda ki təkfirçi kimi tanışıq və onlardan çəkinmişik. Yadınızda sizdə salamı kəsindir. İndi onlara qarşı yumşalıblar. Hətta deyirlər ki, bu qaldı elə bil o məsələlərdən geridə. Yəni yəni çox yaxınlıq eləyirlər. Oturub çay içməyə də bir də, yəni futboldan sonra baş verən Fitnədir də özü. Yəni belə yaxınlaşıblar dəhşətli dərəcədə. Yəni deyirlər ki, bu qaldı arxada bir məsələ. Məsələn Allah Teala nə buyurur? Allah Teala buyurur ki: "Və men yuridillahu fitnetehu felen temlike lehu minallahi şey'a." Allah Teala bir insanın fitnəsini azmasını istəyərsə, sən de ona qarşı heç nə eləyə bilməzsəndir. Artıq bu özü fitnədir də, insanın ayrı edə bilməməsi və biləndən sonra bu cür yaxın getməsi təhlükəli haldır. Yəni, bəziləri deyir ki, xavariclər, təkfirçilər xavaric deyirlər. Yəni, deyirlər, o ona aid deyil. Yəni, təkfirçilər, xavariclərə şey eləmirlər, yəni, aid eləmirlər. Fərq ola bilər, fərq ola bilər. Çünki belə baxanda xavariclər yəni böyük günaha görə təkfir edirlər. Böyük günaha görə, içki işləyir. Amma təkfirçilər isə böyük günaha görə eləməsinlər. Amma nəyə görə təkfirçi adlanıblar? Küfrə düşəni təkfir edirlər. Amma təkfirdə çaşıblar. Yəni, qeydsiz, şərtsiz təkfir elədiyinə görə, sağa sola təkfir elədiyinə görə. Yəni, bu fərq ola bilər. Amma sözsüz ki, o da aparır da, axırda o da apara bilir. Yaxud da, məsələn, digər məsələlər, məsələn, cihadistlər. İslamda cihad yoxdur. Cihadı var, qiyamətə qədər hökmdə qalacaq. Amma nəyə görə onlara bu ad deyilir? Çünki deyir, onlar yəni məqsəd eləyiblər o işi. Cihad eləyib ki, onlarda məqsəd olur. Yəni, Peyğəmbər sallallahu heç vaxt adam öldürmək məqsəd olmuyor. Və birini dəvət eləyib və sonra qəbul eləməsələr, cizyə məsələsi olub. Üçüncü, onda yəni cihad da bir vasitə olaraq dəvət üçün bir vasitə olub. Amma bunlarda isə məqsəd olduğu üçün, yəni bunların cihadiyun deyilir və yaxud da təkfiriyun, təkfirçilər, yəni küfrə düşənləri, çox vaxt bu əslində küfrə düşənləri eləyirlər, amma o şərtlərə riayət eləmir. Düşdü bir söz kafirdir.